Dostlar, Avropadan salamlar. Uşaqlarla belə gəzirik parkda. Mən sizə Avropadakı parkla bizim parkların fərqini göstərəcəm. İnsanlar belə bu qaydada oturublar, rahat. Burada bu qaydada idman edirlər. Burada bu qaydada hamı velosipedi ilə gəlib, oturub kafedə. Bu qaydada insanlar gəliblər. İstirahət elə. Alezin rəddin sür. Bu qaydada parkda insanlar istirahət edir. Nə qədər velosiped. Bu velosiped yoxdur. 4000-4500 avro var elektrik. Burada da parkdır, belə uşaqların oynaması üçün bağlı. Tenis stollarıdır. Devlətin qoyduğu. Orada da var. Belə uşaqlar üçün də var. Pritsep. Ali, sür. Let's go, man. Belə parkdır. Evin kənarında. İnsanlar belə vaxtlarını keçirdir. 5-10 kişi o yana bir yana, o yana bir yana, aşağı yuxarı gəzmirlər. Davam edirik. Park orada. Burada da xüsusi itlər üçün yerdir. Yəni itlər gəlir bura bayırına çıxmağa. Bütün parka eləmirlər. Qapısı bağlı girdim. Bir xeylam yerdir. Böyük. Belə. Belə çaylar da var. Balıq da var, amma burada hər kəsən gəlib balıq tuta bilməz. Gərək icazə alasan. Belə, yəni evdən çıxdığın hər an meşədə özü hiss eləyə bilərsən. Burada müxtəlif heyvanlar var. Ördək, nə bilim, çöl quşları, dələ. Ara sıra kirpilər də görsənir. Belə yəni. Dostlar. Belə qəşəng parklar var Avropada. Gördüyünüz kimi. Rahat, quşların səsi adamı valeh edir. Baxın. Bu ağaclar da yarısı fındıqdır, yarısı palıqdır. Ophelia, attention. Qoz. Bəzi yeməli gilas, alça, göyəm.